Salam. Çox dəyərli izləyicilər və dəyərli aparıcılar, minnətdaram sizə, mən səs verəcəm, amma elə adamdan danışırsınız ki, daha doğrusu bu adam yiyən olubdur, dönüb axırda. Əvvəl bu, deyim ki, bir qısa müddət mən buna dərs də demişəm. Bu adam acından günorta üstü durardı. Günorta da gəlib yeməyini onun bunun hesabına yiyərdi. Mən niyə bunu deyirəm? Özəl nəyəsə düz deməsəm, özdə Eyyub Yaqubovun adını batırmıyor, yaxşı xanəndədir. Bu Yaqub Eyyub. Və bu adamın gözü dünyada heç nədən doymayıb, heç vaxtda doymayacaq. Bunu mən əminliklə deyirəm. Bu adam Azərbaycanı bütün vəzifəyə satan uf deməz. O pulu görəndə gözləri 500'lik lamba kimi işıldayır. Bax bu Yaqub Eyyubov. Yaqub Eyyubovun o Kanada'da dediğimiz oğlu o vaxtçısı idi. Yəni o 81 ya 82-ci ildən Orxan. Böyük oğlu Emin, ortancı oğlu Fərhad. Fərhad axır vaxtlara kimi şəhər yol polisinin mavini idi, nə idi? Neçə qəza törətdi, ölümü də oldu. Bunu da örtüb bastırdılar. Amma əsasən indi mən bu Yaqub Eyyubovdan danışmaq istəyirəm. Bu adam bir saat da olsun vətən üçün nə çalışmayıb, nə də vətən problemi bunun yoxdur. Bu adam 90, 91, 92, 93-cü illərdə real müharibə gedəndə bir saat da olsun vətən üçün əlinə silah getməyib. Özdə Milli Təhlükəsizlik Nazirinin ehtiyatlı olan zabitidir. Nə də o iki oğlu heç, o biri oğlandan heç biri. Biri xarici, Orxandan başqa böyüyü, Emin hansısa ondadır, nədirsə odur. Fərhadda buralarda polkovnik leytinatının polkovnikzad olubdur. Bu adamın həmin dövrdə ermənilərlə işbirliyinə gedib elmlər doktoru müdafilədir. 91 ya 92-ci ildə ya 93-cü ildə. İndi də bu 27-26 ildir baş nazirin birinci muavini olan bu kəs İnşaat Mühendisləri və Mimarlıq Universitetində kafedra müdürüdür. Sorğu eləyin, görün bu həmin müddətdə bircə dəfə də olsun ora gedib, əvvəl bu çox qüdrətli Azərbaycanın çox sabahlı və dünyada tanınan alimi, Allah rəhmət eləsin, Abbas Mustafayevin aspirantı olubdur. Qurut mexanikası kafedrasının. Və o qurut mexanikası kafedrası doğrudan onda nüfuzluydu. Bu da Abbas Mustafayevin aspirantı idi. Bu adam pul üçün, vəzifə üçün hər şeyə gedər. Onlar bir xəbər edincə 88-ci ildə sən bir Məhrəm adlı tanışım vardı Gəncədə. Yakovlevin köməyi ilə səni Bakı Şəhər Partiya Komitəsinin birinci katibi seçdirirdi. Nətər oldu? Niyə seçilmədim Vəzirovun dövründə? Yəni buna vəzifə olsun. Sabah buna bir vəzifə, ya neysə təşkil etsinə birinci İlham Əliyevi bagaja qoymasa, mən heç atamın oğlu deyiləm. Bu adamın nəfsi dayanan şey deyil. Həmişə onun bunun hesab özdəki bu adam siz deyirsiniz 800 min, hörmətli Sərdar bəy, 800 min manata yox, 830 min евроya. Millətin qanusunun dişlərini düzəltdirib bu ağzına. Bunu bir neçə dəfə mən diş həkimlə aparmışam, içində pulun dişini təminləmə, mən vermişim onun pulu. İndi bu adam bu millətə qənim kəsilibdir. Görürsən Putinin qabağında nə tər durubdur, quzu kimi medalı sallanırdı. O bu milləti, bu vətəni, hər şeyi pula satmağa hazırdır. Əgər etiraz eləyərsə büyüsün, versin məhkəməyə, məhkəmədə faktlarla üzləşərik inşallah. Belə adamların Azərbaycan iqtidarında olur, Azərbaycanı pis günə qoyması ən böyük təhlükədir və qoyacaq da belə getsə. Və bu adam demək olarsa buna, nəfsi doymaz. İndi eşidirəm Kanadada, bu adam gilə-gilə, bax mənim bu gözümüzə yaş tökübdür ki, uşaqlarıma əməlli başlı ayda çörək ala bilmirəm. İndi gəlsin bu millətin qarşısında prezidentə ünvanlayıram.
Cənab Prezident, siz Heydər Əliyevin ailəsində heç olmasa yemək içməklə olduğunu görmüşsünüz. Bu Abdullah kişinin evində, atasının evində bir üç gündə olmayıb. Ona birisi baxıb öldürdü. Birisi də əməkdar neftçi idi. İndi bu adamın bu qədər qəddar, bu qədər qudurğan, orada burada villaları, nə bilim, 830 köpük bunun birdən bir yerdə cibində pul olmazdı. Belə adamların millətin qanına, şah damarına zəhərli kimi yaxşıması çox təhlükəlidir. Bu adam vəzifədən ötə hər şey eləyər. Çox təəssüf eləyirəm ki, bu günləri Azərbaycan rejiminin içində bu xalqın qanına susamış, bu xalqı uf demədən satmağa hazır olan Yaqub Əyyub kimi adamlar var. Çox təəssüflər olsun ki, hələ bu adamlar fəaliyyətdədir. Bu adamlar bu milləti satmağa hazırdılar. Tək bunlara vəzifə, təzəldən vəzifə təyin olsun. Moskvanın 5-ci kolonun ən etibar adamlarından biri də budur. Mən bunu demək bu günləri bizim qeyrətli, ləyaqətli izləyicilərimizə boş bildim. Təşəkkür edirəm. Allah bu milləti bu bəlalardan qutarsın, elə vampirlərdən qutarsın. Bu adam 3 manata pulu yoxdur, dişini çəkdirsin, 830 min euroya diş düzəltdirir bu anla. Aram olsun, Əyyubov, aram olsun. Bunu sənə rəhim qaz edeyim. Təşəkkür, sağ olun.